Altı FM'də bir hafta verilişi davam eləyir və bizim qonağımız var bugün Arif Zeynalov, Azar Tuningin rəhbəri, təsisçisi, direktoru və biz reklam fasiləsində bir çox məsələləri müzakirə elədik Arif bəylə. Yeni avtomobillərlə bağlı, müasir avtomobillərlə bağlı və belə qərara gəldik ki, daha doğrusu belə qənaətə gəldik ki, müasir avtomobillərdə daha çox bu dəqiqə süni intellektin inteqrasiyasından söhbət gedə bilər. Ümumiyyətlə süni intellekt bir çox müasir avtomobillərdə bu dəqiqə var və istehsalçılar da onun üzərində çalışırlar ki, məhz süni intellekti təkmilləşdirib öz avtomobillərinə tətbiq etsinlər. Belə bir sual yarandı ki, ümumiyyətlə bu sənaye, bu süni intellektli avtomobil dünyası hara gedir? Bu barədə danışırıq. Arif bəy, sizcə bunun gələcəyi necə olacaq? Çox gözəl, maraqlı mövzudur doğrudan da. Bugünkü gündə süni intellektin bizim gündəlik həyatımızda və gələcəkdə avtomobillərdə çox böyük bir rolu ola bilər. Biz o barədə bir dəfə düşünmüşük. Fransada mən bir insanla görüşmüşdüm. Onların belə bir nazirlik kimi bir yaradıblar. Bina sırf süni intellekt və insanlara onun faydası. Orada bu insanla danışıb və bugünkü gündə danışdıq ki, düşünün ki, növbəti son 1-2 ildə ümumiyyətlə sürücü peşəsinə ümumiyyətlə heç ehtiyac qalmaya bilər. Çox böyük bir, yəni çünki süni intellektdən bu dəqiqə işləyən taksilər var xaricdə, çox insan görüb. Var. Avtomobili onlayn ödənişdən çatdırır səni, geolokasiya ilə. Bugünkü gündə məncə çox bir şeydə o bizə kömək edə bilir. Çin avtomobillərinin bəzilərində asistant var. Onu deyirsən, oranı açır, buranı açır, yol göstərir, pəncərəni bağlayır, idarə edir, avtopilotdur. Bugünkü gündə biz rastlaşırıq gündəlik həyatda, amma ciddi şəkildə deyil hələ ki. Və ciddi şəkildə bəlkə də biz istifadə eləmirik. Çünki səhv eləmirəmsə Çinin özündə bundan çox istifadə eləyirlər və bütün hamı süni assistentdən istifadə eləyir. Süni deyəndə yəni assistentin süni intellektindən istifadə eləyirlər. Avtomobili hətta A nöqtəsindən B nöqtəsinə getmək üçün də istifadə eləyirlər. Avtomobil əgər sənin qarajındadırsa, yaşadığın ərazinin qarajındadırsa və sən çıxmısan, tutaq ki, bayıra gözləyirsən ki, avtomobilin gəlsin, telefondan bunu idarə edirsən. Onun da hamısını süni intellekt hərəkət elətdirir də belə qismən. Və qeyd etdiyiniz kimi Amerikada artıq pilotsuz avtomobillər var. Taksilər var. Elə əfsanəvi Elon Musk'ın yaratdığı bu pilotsuz, deməli taksi adı neydi onun? Cybertruck idi, neydi? Yox, Cybertruck yox. Cybertruck'ın kiçik versiyası o da var. O da artıq robot taksidir və pilotsuz idarə olunur. 2 nəfərlik yer var. Sadəcə süni intellektlə oturursan, maşınla danışa-danışa gedirsən. Məsələ ondadır ki, bizdə buna o qədər də ciddi yanaşmırlar. Yəni hələ ki belədir. Məncə yəni niyə görə Asiya sizcə? ölkələri və Amerika ölkələri daha çox ciddi yanaşır və istifadə edir. Bizim insanlar məncə içdən ona hələ ki tam inanmırlar və deyirlər ki, nəsə idarə etməni itirə bilərik, nəsə avtopilot düzgün işləməz. Niyə? Çünki qorxu var. Axı biz süni intellektlə adi məişət həyatımızda hər dəfə danışırıq. Biz onunla telefonda artıq bütün sualları az qala ona veririk. Bugünkü gündə ChatGPT çox insan bir dostu olub. Bəli, yaxın dostu olub. Nə sualın var verirsə anında cavab verir. Bəli. Nə fikrin varsa o dəqiqə sənə reaksiya bildirir. Nə düzdür, nə səhvdir. İndi düzdür, çox şeyi o deyir ki, düzdür. Bəzi səhvləri olur. O günləri mən ipraf çıxartmışdım. Onu üzr istədi məndən. Deyirdi, düzdür. Bəzən elə şeylər, amma istənilən halda düzdür, ChatGPT komandasının özünün də tövsiyələri var ki, əsasən bu xəstəliklərlə bağlı, həkim tövsiyələri ilə bağlı, reseptlərlə bağlı, bunlardan biraz deyir uzaq durun. Çox da ciddi sual verməyin. Amma digər adi məsələlər var ki, sual verirsən, görsən ki, yaxşı cavab verir, ətraflı cavab verir. Yəni biz bunu istifadə eləyirik. Nəyə görə biz bunu maşına gətirə bilmirik? Yəni maşında hələ də deyirik ki, yox, mən inanmıram, birdən
idarə etməyi itirərəm. Bence tezlikle bu da olacak bizim hayatımızda. Sadece insanlar tam hazır değiller bunun için ama yakın bir iki ildə rahat şekilde biz de avtopilot sisteminə çıxa bilərik. Avtopilot sistemi sadece ben Tesla'nı Azərbaycana gətirənlərdən biri olmuşam da ilk Teslaları ve ilk avtopilot sistemi rahat idarə etmək, yani sükan özü dönmək. Biz onu Tesla'da denemişik ve gördük ki çok bir yerde işləmir. Və nədən? Bilindi ki, bu xətt izləmə sistemi var avtomobillərdə. Bəzi küçələrimiz var ki, ümumiyyətlə xəttləri yoxdur. Bəzi ara küçələrdən söhbət gedir, yəni rayon yerləri və ona görə orada ümumiyyətlə yəni o izləmədir, znaklardır, işarələrdir və xətt olmayana görə avtopilot ümumiyyətlə aktiv deyil. Amma düşünsək ki, Amerika Birləşmiş Ştatlarında tamamilə Lüboy nöqtəsində avtopilot rahat şəkildə işləyir. Yəni ümumiyyətlə tanışlarım, dostlarım var ki, səhər rahat şəkildə avtomobil minir, A nöqtəsindən B nöqtəsinə vurur sadəcə, avtomobil onu özü çatdırır, yolda da öz işlərini görür, danışır, telefon idarə eləyir, yəni rahat şəkildə doğrudan da çox, yəni qırmızı işıqdır, protivdir, sürməkdir və çox yəni həssas bir sistemdir. Elə qruplar ki, amma bizdə hələ ki bəlkə yol nəqliyyat o qədər də hazır deyil. Hazır mən düşünürəm ki, 1-2 ildə o rahat şəkildə. Yəni xəttlənmə işləri bizdə çox yerdə var, yaxşı səviyyədədir, amma bəzi yerlər də var ki, orada ümumiyyətlə heç avtopilot olmasın özümüz çaşıb qalırıq. Məsələn, bu Haqverdi küçəsində ola bilər, yeni xəttlənmədən sonra Bakıxanov körpüsünün altında avtopilot boy eləmir. Orada nəinki avtopilotun başı qaçır, hətta insanlar özləri də çaşıb qalırlar. Xəttlənmələr bizdə biraz belə yaxşı vəziyyətdə deyil bəzi ərazilərdə, amma mərkəzi hissələrdir, küçə prospektlərdir, böyük yerlərdə orada istifadə etmək olar düşünürəm, amma o da ki bir yerə qədər. O da ki belə olan halda da artıq sürücülərin sualı ortaya çıxır da. Sən avtopilot da səni axı bir istiqamət üzrə necə deyim, yəni hara qədərsə apara bilər də. Sən gedirsən, buradan sağdan soldan kimsə gəlir üstünə çıxır, maşındır, hara məsafəsi gözləməsə. Ona görə hələ də hazır deyil. Hələ hazır deyil. Bir müasir avtomobillərə tətbiq olunan süni intellektdən danışırıq. Onların gələcəkdə ümumiyyətlə insanlarla münasibəti, inteqrasiyası necə olacaq? Arif bəy, sizin öz avtomobilinizdə də var, səhv eləmirəmsə o assistent. Ümumiyyətlə istifadə edirsiniz ondan yoxsa yox? Arada yəni çünki çətin bir funksiyalar nəsə olanda deyirəm naviqasiyanı yandır, YouTube-a keç, istirahət rejiminə keç. Gəlin razılaşaq ki, həyatımızı çox asanlaşdırır da. Təbii ki. Və çox da gözəl şeydir. Bəli. Tam indi bizdə aydındır ki, tam olaraq tam funksional deyil bu. Çünki dil bariyeri var. Əsasən də Çin avtomobillərində Çin dilində olur bu. Amma bizə yavaş-yavaş indi düzdür. Hər dəfə yenilənmə gəldikcə indi düzdür ingilis dilini ola bilər dəstəkləsin, bəli, dəstəkləməsin, rus dilində ola bilər dəstəkləmələr yavaş-yavaş gələcəkdə gələr. Amma rahat şeydir də, çox rahat, çox gözəl. Onun yəni hətta hər bir avtomobili biz satanda, göstərəndə, servis xidmətləri göstərəndə bildiririk ki, bu avtomobildə belə bir funksiyalar var, yəni və çox insan bilmir ki, bunun avtomobildə belə bir süni intellekt asistant var. O asistant onun üçün doğrudan da çox rahat şəkildə bəzi işləri görə bilər. Yəni hətta soyuq günlərdə mən telefonla idarə edim, məndə aktiv account var, master account sistemi. Biz səhər çıxıram, kodlayıram, yəni avtomobili telefondan, avtomobilin qabaq hissəsi olsun 25 dərəcə, arxada 26 dərəcə, mənim podaqrevimi yandır, rulumu yandır, gəlirəm hazır şəkildə, maşın isti, gözəl. O gözəl bir funksiyalardır və gündəlik həyatda istifadə olunmalıdır. Çox insanlar bilmir ki, o var. Bəli, çox insan bilmir və çox insan da iş oradadır ki, tək indi söhbət bizim yəni li avtomobillərindən gedir. Bir çox Çin avtomobillərində müasir yəni avtomobillərindən söhbət gedir də, premium siniflərindən. Onlarda master account var və master account funksiyasından rahatlıqla istifadə eləmək olar. Master accountu sadəcə aktiv eləmək lazımdır ki, sən onu istifadə eləyəsən. Bir çoxları nəinki aktiv eləmir, hətta o master accountun mövcudluğu barədə də bilmir. Yəni bunu mən də çox istifadə edirəm. Əsasən yayda daha gözəl olur o. Yayda qızmar günəşin altında məsələn maşın qalır, harasa getmirsən, bəli. Hər şey tapdıq, oradan qoyursan buz rejiminə. İçəri gələndə artıq avtomobil buz kimi olur. Hətta ağır bir yerdə dayananda avtomobili sən telefonla idarə bilirsən ki, arxaya, qabağa. Bəli. Yəni avtomobil özü gəlir.
Ehtiyac yox. Bütün bu funksiyalardan istifadə etmək əlbəttə ki, həyatımızı rahatlaşdırır, asanlaşdırır və gözəlləşdirir. Amma istifadə edirikmi? Artıq sual budur. Mən istəyərdim bu suala cavab axtaranlardan biri də məhz İlqar bəydir. Bizə səsi mesaj göndərib, onun mesajını dinləyək, amma bir reklamlıq fasiləmiz var ondan sonra. Yəni mövzumuz onunla bağlı idi ki, süni intellektin müasir avtomobillərə inteqrasiyası haqqında danışırıq. Bu həyatımıza necə təsir eləyir, necə təsir edəcək, ümumiyyətlə gələcəkdən nələr gözləyək? İlqar yazmışdı, onu dinləyək. Mövzu ilə bağlı bunu demək istərdim ki, sükanla birbaşa heç bir his olmadığı halda bu gələcəkdə böyük problemlər yarada bilər. Qəza şəraiti də ola bilər. Çünki vaxtında texnikanın necə işlədiyini hiss etməzsiniz. Fərz edin ki, əyləc sistemi sırf hansısa konkret predaxranteldən asılıdır və predaxrantel sıradan çıxan kimi tormuz yoxa çıxır. Sükanda da elə olar. İlqar bəy bizim o verilişin əvvəlində danışdığımız məsələyə toxundu. Hansı ki, Çində bir qərar veriblər. 1 iyun tarixindən 2026-cı ildən artıq rəsmi şəkildə icazə verilir ki, hansı avtomobil şirkəti istəyirsə bunu öz avtomobilinə tətbiq eləyə bilər. Sükan mexanizmi olmadan avtomobillər istehsal etmək olar. Yəni sükan, çarxı, rul el arasında deyək, təkərlərə mexanizmlə bağlı deyil. Tam olaraq elektrondur. Rul var. Var, əlbəttə var, bəli, elektron şəkildə döndərilir. Yəni deyir ki, İlqar bəy deyir ki, bu təhlükə yarada bilər, amma burada bilmirəm də indi əlbəttə təhlükə ola da bilər, olmaya da bilər. Bu texnikadır, texnologiyadır. Sözsüz ki, indi bunun ara sıra texnologiyanın dırnaq arası başının xarab olduğu vaxtlar da olacaq, amma nəzərə almaq lazımdır ki, böyük deməli testlərdən keçirilib bu. Hətta mən qeyd etmişdim, Toyota, Mercedes də iştirak eləmişdi bu testlərdə. Böyük testlərdən keçirilib, ISO sertifikatı verilir, xüsusi deməli qaydalar var, qanunlar, sertifikatlar var. Hətta Birləşmiş Millətlər Təşkilatının da deməli var qaydaları, müxtəlif konvensiyalar və hamısından indi keçiblər. Bilmirəm indi necə olacaq. Amma siz nə düşünürsüz Arif bəy? Yəni o mexanizm olmadan necə idarə etmək olar? Necə təsəvvür edirsiniz bu texnologiyanı? Məncə bir çox insan onu oturub test eləyib, yoxlayıb, yəni və orada da süni intellektin məncə rolu ola bilər. Çünki bu sırf siqnal ötürür elektron qaydada və düşünür, baxır, kameralar ön hissə, arxa hissə. Valla bugünkü gündə düşünün ki, sükan mexanizmin özü də xarab olur. Yəni elə bir avtomobillər var ki, fabrikdən olan defektdən çıxır və bunu da nəzərə alaraq ki, insanlar tam ona öyrəşməyiblər, amma bunu denəməliyik. Bugünkü gündə Bakıda bir neçə Cybertruck var və heç birində hələ ki sükan mexanizmində problem yaşamayıblar. Görməyiblər və o bugünkü gündə belə idarə olunan bir avtomobildir. Özüm də sürmüşəm, amma bilməmişəm ki, belə bir sistem rahat şəkildə dönür. Əlavə, yəni heç bir his keçirməmisiniz də ki, yəni qeyri-adi. Görmüşəm, dönməyə daha rahat, yəni rulu fırlatmağa ehtiyac yoxdur. 2 qat, 3 qat, yəni bizdə bəzi sərt pоворotlara keçmək üçün amma fikir verməmişəm ki, indi sizdən eşidirəm ki, bu avtomobildə sükan mexanizmi, yəni rullevoy bildiyimiz kolonka yoxdur. Və çox maraqlıdır. Çox həqiqətən də maraqlıdır. Elə bunu bir neçə dəfə mən qeyd eləmişəm. İstərdim indi bir daha sizə də qeyd eləyəm ki, avtomobildə ümumiyyətlə müasir avtomobillərdən söhbət gedirdi. Müasir avtomobillərdə 2 yəni asıllıq var idi. Deməli onlardan biri nədir? Elektrik avtomobillərin biz sürücülərə öyrətdiyi o ani sürətlənmə hissi. Yəni benzin avtomobildə necədir? Qaza basırsan akselerator pedalına. Motor qışqırır. Bəli, motor qışqırır. Aləm də bir-birinə, maşın özü fikirləşir ki, qardaş, nə olub? Getməyim, nə oldu? Niyə birdən-birə belə sən sürətlənmə elədin?
və artıq bir neçə saatdan sonra maşın başlayır tərpənməyə. İndi saatdan zarafatcan deyirəm. Bəli, bir neçə hətta milli saniyədən sonra, amma sən orada itirirsən də, sənə lazım olan o boşluğu hiss Hətta o edirsən. vaxtı deyirlər ki, Mercedes fikirləşib ki. Bəli, elədir. Yəni Həqiqətən də BMW elədir. fikirləşmirdi o Vallahi vaxt. elədir. Mercedesdə qaza basırdım, bir saatdan sonra ayrılırkən getmək lazımdır. Gedeyim. Amma baxırsan ki, bu elektrik avtomobillərdə o yoxdur. O yoxdur. Qazı O bastın, hissi getdi. biz O hissi bizə gətirdilər Bəli. və o hiss artıq bizdə asıllıq yaratdı. Sıfırdan bir saniyə, Bəli. ilk saniyədən hiss eləmək. Yəni biz o torqu hiss eləyirik. Yəni biz hansı bu dəqiqə 6-5 Mercedes-ə də əyləşsək, biz istəyirik də onu. Yenə də 6-5 olmasın, istəyir 7-5 olsun, istəyir 8-5 olsun. Dola saniyə Qaza olsa basan da kimi fikirləşir. yenə fikirləşir də. Bu onun çünki texniki tərəfdən elə qurulub bu avtomobil. Bu ilk sevgini bizə, bu torq hissini elektrik avtomobillər gətirdi. İkinci bir məsələ var. O da ki, mən ondan çox istifadə edirəm. Çox sevdiyim bir asıllıq da yaradıb məndən. Bir pedallı avtomobil idarə etmə. O da elektrik avtomobillərdədir. Bilirsiniz hansı? Rekuperasiya. Yəni qaz verirsən, ayağın qazdan çəkirsən, maşın başlayır tormozlanmağa, yavaşlamağa. Tesladan gəlir. Ümumiyyətlə elektrik avtomobillərin o xüsusiyyətidir. Rekuperasiya olaraq deməli kinetik enerji qayıdır təzədən bateriyaya. Avtomobilin dayanmasından yaranan kinetik yavaşlamasından. Düzdür, indi hibrid və plug-in hibrid avtomobillərdə bir o qədər də yoxdur, çox. Nə qədər ki elektrik avtomobillərdə, amma bu da normal bir şeydir. O da bizə gözəl asıllıq yaradıb. Mən məsəl üçün çox istifadə edirəm. Yəni bir pedalla idarə. Funksiyonu söndürə də bilirsən, yandıra da Söndür, bilirsən və gücün artırıb azalda da gücün bilirsən. artıb. Rahat şəkildə tək qazla idarə edə bilirsən. Avtomobil qazdan ayağı buraxan kimi avtomobil avtomatik sakitləşir, rahat gedir. Üçüncü asıllıq amma deyirlər ki, mütəxəssislər deyirlər, bu əlbəttə mənim fikrim deyil. Mütəxəssislər deyirlər ki, məhz bu sükan mexanizminin, yəni sükan mexanizmi olmamağı artıq əlavə başqa bir hiss yarada bilər, başqa bir asıllıq yarada bilər və sən zaman keçdikcə bunu digər avtomobillərdə də əgər düzdür, belə bir avtomobilin olsa, onu daimi idarə eləsən, zaman keçdikcə başqa maşına oturandan sonra artıq onu axtaracaqsın. Məncə yeni texnologiyadır, çox uğurlu və yaxşı bir fikirdir. Düşünün ki, hər zaman deyirlər, gəlirlər bizim yanımıza müştərilər, azarçönlük edirlər ki, biz rulevoy kolonkadan yağ axır, Bəli. salnik çırılıb, ora var. Bunlarla biz bugünkü gündə özləşməyəcəyik rahat şəkildə. Deyə bilərlər ki, yalnız proqramı dəyiş, yüklə, nəsə daha da həssas elə. Arif bəy, bir məsələ də var ki, Bəli. Çinlilər, daha doğrusu digər avtomobil mütəxəssisləri düşünürlər ki, bu deməli sükan mexanizminin olmaması dizayn dəyişikliyinə də səbəb ola bilər avtomobildə. Çünki siz təsəvvür edin ki, mühərrikxanada, motorxanada motor yoxdur. Bu elektrik avtomobildir. Batareya maşının altında olur və kapotdan salona qədər bir mexanizm də yoxdur, o sükan mexanizmi. Həm yüngülləşir avtomobil, həm də düşünün ki, daha qiymətdə ucuz ola bilir. Çünki bugünkü gündə həm arxa təkərləri dönən bir avtomobillər var, onlar ekstra 25-30 min evro ödəyirsən ki, həm avtomobilin arxa təkəri dönsün. Bəzi S-klass modelləri, 7-ci seriyalar və o olmayandan sonra düşünün ki, həmin texnologiya 20-25 min evro aşağı qiymətə avtomobil satıla bilər yəni. Yeni avtomobil. Məncə o bilin ki, sadəcə bir proqramdır, funksiyadır, hansı ki ötürür. Arxada çarxlar dönə bilir, qabaqlarda yəni düşünün ki. Və hamısı da eyni, yəni necə deyim, lazım olan bucaqda da. Bəli, Sən bəli. indi sükanı özə bir neçə yaxşı qeyd elədiniz ha. Döngədə sən bir neçə dəfə fırlatmasan da, bəli. Azacıq fırladırsan, artıq nə qədər lazımdır o qədər dönür. O yeni bir texnologiyada bəzi avtomobillərdə var və çox lüks bir premium klass avtomobillər onu idarə yəni eləyiblər indi hal-hazırda. Məncə gələcək üçün çox gözəl bir funksiyadır. Çox bir avtomobil şirkəti keçəcək o sistemə. Bugünkü gündə Çin bizə göstərdi ki, avtomobil full komplektasiyada, tam istədiyin texnologiyadan ola bilər və qiyməti də çox uyğun ola bilər. Bəli. Əvvəllər biz deyirdik ki, bu funksiyalar yalnız 100 min plus avtomobillərdə ola bilər. Yəni o bizə əl çatmazdı. Bugünkü gündə 50-60 min manatlıq avtomobildə hər bir funksiya var. Hətta o avtomobillərin Arif bəy adı gələndə insan istər-istəməz özünü biraz yığışdırır. Bəli, Maybachdır, Rolls-Royce'dur, Bentley'dir.
O adam özünü yığışdırır ki, hə, biraz samballı bir maşın. İndi amma baxırsan ki, həqiqətən qiyməti münasib olan avtomobillərdə hətta onlardan da güclü funksiyalar var. Baxırsan, hə, deyirsən ki, hə, belə Çox işlər. insanlar deyir ki, elektron avtomobillərin səsi yoxdur, canı yoxdur, ruhu yoxdur və adam istəyir ki, avtomobilə qaza basanda səs gəlsin. Yəni onu da icad eləyiblər. Düşünün ki, aktiv sound sistemi var, elektron kolonkalardır, vurulur avtomobilə və həssaslı dərəcədə sizin qaz pedala idarə olunur. Nə qədər çox bassaz, istədiyinizin avtomobilin səsi çıxır. Nəinki hansısa özü. Yəni orada 25-30 avtomobilin sesini seçə bilirsiniz. İstər Ferrari olsun, istər C63 və avtomobilinizdən istədiyi səs çıxır. Onu belə icad eləyiblər və bugünkü gündə biz onu satırıq. Hal-hazırda istədiyiniz avtomobili onu quraşdıra bilirsiniz. Avtomobilin salonuna vurur o səs, eyni zamanda çölə də vurur. Həm salona, həm çölə, yəni qalan dinamiklərdən imitasiyadır, amma birə-bir həmin avtomobillərin səsidir, yəni. Var bu dəqiqə sizdə. Partlayış, bəli, o tor sistemidir. Biz onu Azərbaycanda rəsmi distributoruyuq. Bugünkü gündə onu satırıq. İstədiyiniz, əsasən dizel avtomobillər üçün o vaxt istehsal olunub. Çünki onlardan səs çıxmırdı. Bildiyiniz qədər ancaq motorun səsi çıxırdı. Çox insanlar onu ört-bastır eləmək üçün. Sonradan da elektrik avtomobillərə icad olundu. Çox rahat şəkildə quraşdırılır və elə bil sənin aparatındır. İstədiyin anda onu çıxardıb bu bir avtomobilə taxa bilirsən. Rahat şəkildə. Bir dəfə onu alırsan, bir dəfə o sənin olur. 2 kolonkadır, exodur. Onun modülü var, beyni və qoşulur istədiyin avtomobildən gözəl bir səs çıxır. Çox gözəl, super Növbəti tema ola bilər o. Yeni də bir texnologiyadır ya bu özü də. Və sizdə var Azar Tuningdə bunu istəyənlər elektrikli avtomobil sahibləri əgər istəyirlərsə, buyurub belə bu gün də yaxınlaşıb. Çox insan deyir ki, o nə maşındır, səsi çıxmır, nətər olur? Bax, onu da biz onun cavabı məhz Azar Tuningdə. O da var. Təşəkkürlər Arif bəy gəldiyiniz üçün. Çox sağ olun. Belə dostlar, bugünlük yekunlaşırıq və qonağımız Azart Qrupun təsisçisi və direktoru Arif Zeynalov idi. Süni deməli intellektin müasir avtomobillərin inteqrasiyasından danışırdı.